Salam, bugünkü mövzumuz kartoqrafik təsvirlər və plan mövzusu olacaq. Ümumiyyətcə, kartoqrafiya elmi nəyi öyrənir? Birinci növbədə ona baxaq. Kartoqrafiya yer kürəsinin və səthinin təsvir üsulları haqqında, daha dəqiq desək, xəritələr və məkanın modelləşdirilməsi haqqında bir elmdir. Kartoqrafiya elmi. Bəs kartoqrafik təsvirlər nə deməkdir? Kartoqrafik təsvirlər yer səthinin bütövlükdə və ayrı-ayrı hissələrinin kiçildilmiş, şərti işarəli və sadələşdirilmiş təsvirlərdir. Kartoqrafik təsvirlərə nümunə kimi göstərə bilərik planı, xəritəni, qlobusu, xəritə sxem, kartoqram və kartodiaqramı nümunə göstərə bilərik. Bundan başqa topoqrafik xəritə və sair də nümunə göstərə bilərik. Kartoqrafik təsvirlərin çəkilməsi özü bir neçə mərhələdən ibarətdir. İlk növbədə təsvir ediləcək ərazi öyrənilməlidir. Daha sonra həmin öyrəniləcək yer haqqında informasiya toplanılır. Sonra toplanan informasiyalar xüsusi laboratoriyalarda təhlil edilir və məlumatlar əsasında kartoqrafik təsvirlərə köçürülür. Ən geniş yayılmış və daha çox istifadə olunan təqdim etmə üsulu kimi kartoqrafik təsvirlərdən coğrafi xəritələrdir. Amma bizim bugünkü mövzumuz coğrafi xəritələri, coğrafi plandır. Plan nədir, ona baxaq. Plan ərazinin kiçildilmiş, sadələşdirilmiş, şərti işarəli təsviridir. Plana başqa cür quşbaxşı təsvir də deyirik. Plan özü iki üsulla aparılır. Havadan planlama və yerüstü planlama üsulundan aparılır. Havadan planlama və yerüstü planlama. Havadan planlama e, deməli yüksəklikdən, kosmosdan, raketlər, təyyarələr, helikopterlər vasitəsilə çəkilən şəkillər əsasında ərazinin şəkli çəkilir və onun əsasında plan tərtib olunur. E, Yerüstü planlama isə iki üsulla aparılır. Qütb üsulu planlaması və marşrut üsulu planlaması. Qütb üsulu planlamasında planlama zamanı bir dənə nöqtə seçilir, qütb nöqtəsi adlanır həmin nöqtə. Həmin nöqtədən ətrafa baxılaraq ərazi plana köçürülür, planşetə köçürülür. Bu yerlər əsasən relyefi sadə quruluşa malik olan, yəni açıq ərazi olan ərazilərin planı tərtib edilmək üçün istifadə olunur. İkinci üsul isə marşrut üsulu planlamadır ki, bu əsasən mürəkkəb relyefə malik olan ərazilərin plana köçürülməsindədir. Çünki bu zaman bir nöqtədən dayanıb ərazini plana köçürmək mümkün deyil. Hər bir tərəf görünmür aydın şəkildə. Ona görə bir neçə marşrut nöqtəsi seçilir. Söz bir dənə burada, bir dənə burada, bir dənə burada. Bu şəkildə marşrut nöqtələri seçilir. Hər dəfə gəlib bir məntəqədə dururuq, bir marşrut nöqtəsində. Oradan baxıb ərazini planşetə köçürürük. Bu adlanır marşrut üsulu planlaması. Marşrut üsulu planlaması əsasən relyefi mürəkkəb olan ərazilər üçün hissəcək. Bir də onu deyək ki, planın miqyası 1/1000, 1/1000, 1/1000 və ondan böyük olan miqyasda ərazilərə əhatə edir. Ondan böyük deyəndə miqyasda biraz tərsnəlik var. 1/10.000, 1/9000, 1/5000 bu şəkildə nəzərdə tutulur. Və plan əsasən kiçik ərazilərin təsvirində istifadə olunur. Yəni böyük ərazilərin təsviri üçün artıq xəritədən istifadə edilir. Baxın, burada deyir ki, şəkildə verilən ərazilərin planı müvafiq olaraq hansı üsullarla aparılmalıdır. İlk şəkildə görürük ki, relyef mürəkkəbdir. Ortada bir təpə var. Və biz bu təpənin digər tərəfini görmürük. Ona görə biz burada relyef mürəkkəb olduğuna görə marşrut üsulu planlamadan istifadə edəcəyik. Bir marşrut nöqtəsi burada seçəcəyik, bir marşrut nöqtəsi təpənin arxa hissəsində keçəcəyik, bir tərəf bir dənə burada seçəcəyik, bir dənə də burada seçəcəyik. Və hər biri ilə gəzərək planşetə gördüyümüz əraziləri köçürəcəyik. Relyef mürəkkəb olduğuna görə marşrut üsulu planlamasından istifadə elədik. Burada isə ərazi görürük ki, açıqlıqdır. Ona görə burada bir dənə nöqtədə dayanaraq qütb üsulu planlaması ilə ətrafda nə görürüksə bütün coğrafi obyektləri köçürdə bilərik plana. Daha sonra planlama zamanı istifadə olunan alətlərə görə planlama dəqiq və gözyarı planlamaya ayrılır. Bu gördüyümüz cihaz avadanlıq menzuladır. Menzula bu üç ayaqdır. Bu üç ayağın üzərində olan ağ vərəqə isə biz planşet deyirik. Planı həmin planşetin üzərinə köçürürük. Menzulanın mənası masa deməkdir. Deməli, biz planlama zamanı hansı alətlərdən istifadə edirik? Dəqiq planlamada istifadə edirik teodolit və bussol alətlərindən. Gözyarı planlamada isə istifadə edirik kompasdır, metrədir, transporterdir, vizor xəttkeşdir, çöl pərgarıdır, planşetdir, karandaşdır, pozandır və digər sadə alətlərdən istifadə edirik. Dəqiq planlamada isə teodolit və bussoldan istifadə edirik. Daha sonra plan alma zamanı biz ətrafda gördüyümüz coğrafi obyektləri, hər hansı bir obyektləri plana köçürmək üçün onu xüsusi şərti işarələrin köməyi ilə köçürdürük. Bu şərti işarələrin qruplaşmalarına görə 3 qrupa bölünür. Şərti işarələr 3 qrupa bölünür. Konturlu şərti işarələr var, konturlu xətti şərti işarələr var
və miqyassız şərti işarələrə ayrılır. Miqyassız. Konturlu şərti işarələr deyəndə sahə nəzərdə tutulur. Əgər bir ərazinin eni və uzunu varsa, nisbətən böyük bir ərazini əhatə edirsə, bura aiddir konturlu şərti işarələr. Misal üçün, meşə sahəsidir, çəmənlikdir, əkin sahəsidir, bostandır, kolluqdur, üzümlükdür. Bu tipli sahələr adlanır konturlu şərti işarələr. Xətti şərti işarələr sanki uzanıb gedən şərti işarələrdir. Misal üçün, çaydır, qruntovoy yoldur, cığır yoludur, elektrik xəttidir. Bu kimi obyektləri xətti şərti işarəyə göstərə bilərik. Miqyassız şərti işarələr isə o deməkdir ki, məhəldə aydın seçilən bəzi obyektlər var ki, onları biz miqyassız şərti işarə ilə göstəririk. Yəni, bu işarələrin köməyi ilə obyektin ancaq mövqeyini müəyyən etmək mümkündür. Yəni, onu biz oradan çıxarsaq, o qədər də əhəmiyyəti yoxdur. Misal kiçik obyektlərdir. Körpüdür, metal körpü olsun, taxta körpü olsun, məktəb olsun, quyu olsun, bulaq olsun. Yəni, kiçik obyektlər nə varsa hamısı aid olacaq miqyassız şərti işarələrə. Bir də şərti işarələrin növlərinə ayıraq, baxaq, incələyək. Əgər tək iynəyarpaqlı ağac təsviri, tək belə bir ağac təsviri verilibsə, bu iynəyarpaqlı meşədir. Əgər tək belə bir meşə şəkli verilibsə, bu enliyarpaqlı meşədir. Əgər bunlar ikisi yanaşı gəlirsə, bu şəkildəki kimi, bu adlanır qarışıq tipli meşə. Kolluq sanki pişik pəncəsinə bənzəyir. Yəni bir dənə ortadan qoyuruq, 3 dənə də qıraqdan. Sanki pişik pəncəsinə bənzəyir kolluqlar və konturlu şərt işarədir. Çəmənlik bitən ota oxşuyur. 2 dənə qoşa yan-yana gəlir belə. Bitən ota oxşuyur çəmənlik. Sonra bataqlıq var. Bataqlıq belə oxlar üz aşağıya doğru uzanır. Bu bataqlıq kompleksdir. Sonra qırılmış meşə var. Yəni ağac qırılanda necə qalır? Kötüyü qalır. Bax o təsvir kimi yadınızda saxlaya bilərsiniz. Kolluğu dedik. Bu çaydır. Çayın axın istiqamətini göstərən ox işarəsi var içərisində. Qırıq-qırıq xəttlər cığır yoludur. Onun yanında belə nöqtə qoyub q hərfi yazılırsa, ola bilər ki, q yazılmasın. Nöqtə belə qara nöqtə, içərisinə də bir dənə belənsiylə xətt qoyulsun üstündən. Bu yenə də su quyusunun təsviridir. Vergülə oxşayan işarə isə bulaq şərti işarəsidir. Bulaq. Vergülə oxşayan. Sonra bu zavodun təsviridir. Burada bu quruluşdan yadınızda saxlaya bilərsiniz. Elektrik stansiyasıdır. Məktəb H hərfinə oxşuyur. Sonra kəndlərdə evlər bir-birindən aralı yerləşir, amma şəhərdə bu evlər bir-birinə yaxın yerləşir. Bu şəhər tipli yaşayış məskənidir, bu isə kənd tipli yaşayış məskənidir. Əgər körpü bu şəkildə verilərsə, bu şəkildə, bu olacaq taxta körpü. Əgər bunun içərisində belə ziqzaq formasında işarə gedərsə, bu olacaq metal körpü. Əgər körpünün qırağından bu ziqzaq işarəsi verilərsə, bax burada, bu olacaq çayın qarşısını kəsən beton. Beton bənd. Daha sonra keçdik. Nəyə izah eləmədim burdan? Bu quruntovoy yoldur. Yəni bu asfalt yoldan fərqli olan yol var ya, baxın quruntovoy yol adlanır, torpaq yol. İşarəsi belədir. Daha sonra, əgər nöqtələr belə dağınıq şəkildə paylanıbsa, bu olur qumluq, yəni belə-belə oradan-buradan paylanıbsa, bu olur qumluq. Əgər nöqtələr sırayla düzülübsə, bu olur meyvə parkı, meyvə bağı və yaxud da park. Çünki insanlar tərəfindən artıq ağaclar əkilib, sıra düzümü gözlənilir. Ona görədir səbəb. Daha sonra, su quyusunu dedik, çayın axın istiqamətini dedik. Keçdik növbəti slayda. Sonra şərti işarələrdir. Misal üçün, üzümlüyün şərti işarəsi dollar şərti işarəsidir. Dollardan təsvir eləyə bilərik. Tək ağacdır bu. Əgər içərisi bir dənə xətt olub, rənglənsəydi bir tərəfə olacaqdı enliyarpaqlı ağac. Daha sonra bu tək iynəyarpaqlı ağacdır. Əkin sahəsi bostan yerində əbos yazılır. Baxın, burada bayaqkı dediyim xətt. Körpünün qabağına xətt çəkilirsə, beton bənd deməkdir bu. Bu da karxananın işarət işarəsidir. Karxana ilə yarğan biraz oxşuyur. Karxana daş karxanasıdır. Beləsinə eyni şəkildə olur. Amma yarğan isə çay dərəsi kimi uzanıb gedən relyef formasıdır, şırımdır. Bu da yarğan şərti işarəsidir. Metal körpü, körpünün içərisində ziqzaq forması var. Dəmir yol stansiyası, qatarın getdiyi yola bənzədə bilərsiniz bu hissəni. Daha sonra yel dəyirmanı elə şəkildən görünür. Bu da bayaqki dediyim vergülə oxşur bulaq işarəsidir. Bulaq şərti işarəsidir. Daha sonra bataqlıqdır. Bayaqlar xəttlər çəkmişdim, göstərmişdim. Bu isə gölün səviyyəsini göstərir. Rəqəm.
Uçurum. Bu meyilli olan ərazilərdə uçurumlar baş verən yerlərdə təsvir belə horizontal olaraq uçan təsvirlə verilir. Buradan belə bir xətt çəkilir, qabağından qırıq-qırıq göstərilir. Bu uçurumdur. Dağdan uçurum baş verməsini göstərir. Üzümlük, dollar işarəsi dedik, kolluq pişik pəncəsinə bənzəyir. Bu da şose yoludur, yəni asfalt yol. Xətti şərti işarələrə aiddir. Daha sonra gecə belə bir imla var burada, bunu oxuyaq. Deyir şagirdlər qarışıq tipli meşə iynəyarpaqlı və enliyarpaqlı bir yerdədir. Qarışıq tipli meşə ərazisində ekskursiyaya çıxdılar. Onların yolu cığır boyu keçərək cığır boyu. Burada meşə yazıram. Qarışıq tipli. Ekspedisiya meyvə bağının yanından, əgər nöqtələr sırayla düzülürsə meyvə bağıdır, dağınıq şəkildə düzülürsə qumluqdur. Meyvə bağının yanından yolunu davam etdilər. Yolda q hərfi ola da bilər, burada olmaya da bilər. Su quyusuna rast gəldilər. Su quyusu. Quyusuna rast gəldilər. Birazdan pişik pəncəsi kolluğu idi. Kolluqdan keçərək çəmənlik, ot bitirmiş kimi göstərir. Bir də yan aşağıya doğru xəttlər var belə. Bu da bataqlıqdır. Çəmən bataqlıq kompleksindən çatdılar. Buradan keçərək gəlib yenidən qarışıq tipli meşəyə çıxdılar. Bu imlanı da bu şəkildə oxuya bilərik. Bu da plan və şərt işarələr mövzumuzu idi.